Xankəndi şəhəri stadionunda reallaşan yarışlarda oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan komandası tutdu. Qızlardan ibarət komandalar arasında Rusiya qızıl, Özbəkistan gümüş, Belarus kollektivi isə bürünc mükafata sahib çıxdı. Azərbaycan komandası yarışları 4-cü pillədə tamamladı. Qarışıq komandaların mübarizəsində Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görüldü. Fərdi yarışlarda olanlar arasında Özbəkistan idmançısı qalib gəldi. Rusiya təmsilçiləri isə ikinci və üçüncü yeri bölüşdülər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutdular. Biz hesab edirik ki, yaxşı çıxış idi və hal-hazırda gələcək işlərimiz üçün iş planı tərtib eləməyə hazırıq. Artıq anlayırıq ki, həm psixoloji olaraq bu gənc idmançılar üçün çox böyük təzyiqdir. Əsas mənim fikrimcə, əsas idmançımızın Əlizədə almasıdır. O üzdən də bu həm Team Mix-a, yəni həm qadın komandanın çıxışına təsir edir, həm də ki Mix komandanın çıxışına təsir edir. O hər ikisində iştirak edirdi və hər ikisində bu problemlər, yəni nəticələrə təsirini göstərdi. Biz Özbəkistandan Xankəndiyə gəldik. Xankəndidə qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Bizi burada xoş qarşıladılar. Xankəndinin havasını, milli mətbəxini çox bəyəndim. Qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Mən bu müsabaqada Qeyd edək ki, 3-cü MDB oyunlarına oktyabrın 8-də yekun vurulacaq.